Salam kanal izləyiciləri. Bugünkü videomuzda sizlərlə MHM-in MİQə giriş test toplusundan trigonometrik funksiyalar bölməsindən izahlar verəcəm. Baxaq birinci suala. Birinci sualdan başlayaraq sadə suallarda hələ ki test toplusu səviyyəsində sinus 150 üstəgəl kosinus 120 dərəcə vurulsun tangens 135 dərəcədir. Aydın məsələdir ki, 150 dərəcəni siz 180 minus 30, 120 dərəcəni 180 minus 60, 135 dərəcəni 180 minus 45 yaza bilərsiniz. Və məlumdur ki, 180 dərəcələrin heç birində funksiyanın adı əksinə dəyişmir. Bu olacaq sinus 30, rüb düşəcək ikinci rübə. Bu olacaq əslində kosinus 60, lakin ikinci rübdə kosinus mənfidir deyə mənfi kosinus 60. Və digər tərəfi də tangens 45, amma mənfi tangens 45, çünki ikinci rübün bucağıdır. Gəlin indi qiymətlərini yazaq. Burada 2-də 1 eləyir, burada 2-də 1 eləyir. Deməli, bu da mənfi tangens 45-də də əslində alır mənfi 1, lakin 0 elədiyi üçün misalın ümumi cavabı olacaq A variantı. Bu belə. Keçək ikinci suala. İkinci sualda deyir ki, bizə funksiyanın qiymətlər oblastına daxil olan tam ədədlərin cəmini tapın. Bu da bildiyiniz üzrə fx bərabərdir. 2 sinus x minus 3 funksiyası verilmişsə bizə qiymətlər oblastı deyir. Yəni sinus x-in qiymətlər oblastı deyəndə biz nə başa düşürük? Mənfi 1-lə müsbət 1. Hər tərəfini 2-yə vursam 2 sinus x müsbət 2 ilə mənfi 2. Və 3 çıxsam hər tərəfindən 2 sinus x minus 3. Deməli 3 çıxsaq hər tərəfindən baxın. Belə də eləmək olar. Birbaşa mənfi 1-1-i də yazıb hesablaya bilərsiniz yerinə. Sinus x-in mənfi 2 ilə 2 arasında 2 sinus x-in olduğunu tapdıq. İndi hər tərəfindən 3 çıxıram ki, həmən ifadə alınsın. 3 çıxsam bu tərəf eləyir mənfi 1, bu tərəf eləyir mənfi 5. Deməli bu funksiyamız mənfi 1 ilə mənfi 5 arasında alır qiymətlərin. Mənfi 5, mənfi 1. İndi sual verir ki, cəmlərini tap. Mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1-in cəmi 6, 6, 12, 15 eləyəcək. Doğru cavab D-də var. Sonra digər tərəfdən deyir, hansı bərabərlik doğru olar? Baxın, sinus x 3-cü sualdan söhbət gedir. Sinus x bərabərdir A minus 5-dir. Axı biz bilirik sinusun qiymətləri mənfi 1 ilə 1 arasında olar. Deməli, siz bunu 1 ilə mənfi 1 arasında götürüb həll etməlisiniz. Hər tərəfinə 5 əlavə edin. Ortada mənfi 5 islah getsin. Burada da 4. Hansı aralıqda qiymət almalıdır? 4, 6. Doğru yanıt C variantı olacaq. Davam edək. Sonraki dövr soruşur. Gəlin bir tanış olaq ki, funksiyanın əsas kiçik dövrü, müsbət dövrü hansıdır? Əsas dövrü də belə deyək. Ən kiçik müsbət dövrü biz bilirik ki, bunun 2 pi-dir. Ona görə sinusda dövrü tapırsınızsa 2 pi bölünsün k əmsalı yazmalısınız. K əmsalınız da neçədir? 4-dür. Beləliklə cavab pi bölü 2 çıxar. Olar B variantı 4-cü sualda. Keçək 5-ci suala. 5-ci sualda deyir ki, sinus 126. Baxın, yazıram bura bir-bir o ədədləri. 126 dərəcə, kosinus 179 dərəcə, tangens 210 dərəcə, kosinus 320 dərəcə və kotangens 5 dərəcə. Hansı müsbətdir? 126 dərəcə ikinci rübün bucağıdır. İkinci rübdə sinus müsbətdir. 179 ikinci rübün bucağıdır. İkinci rübdə kosinus mənfidir. 210 üçüncü rübün bucağıdır. Üçüncü rübdə tangens müsbətdir. 320 dərəcə dördüncü rübün bucağıdır. Dördüncü rübdə məlum məsələdir. Kosinus oxu olduğu üçün kosinus müsbət olacaq. Burada deməli hansıdır? Müsbət. Kotangens 5, o da təbii ki müsbətdir. Sual verir ki, neçəsi müsbətdir? 1-i, 2-si, 3-ü və 4-ü müsbətdir. Onda 5-də doğru cavab olacaq. Deməli, C variantı. Bircə dəqiqə, bunu bir də baxaq. Bir dənə problem var. Bu 5 dərəcə deyil, radiandır. Artıq burada iş dəyişəcək. O 4-ü tamam, amma burada 5 radiandır. Gəlin onu təxmini dərəcəyə çevirək də onda biz. 5-i 57-yə vursam nə qədər eləyəcək? Deməli, 250, o da 31, 285. Haradasa təxminən 285. 285 isə gedir düşür 4-cü rübə. 4-cü rübdə kotangens mənfidir. Deməli, bunu sıradan çıxaq. Neçə dənə qaldı? 3 dənə. D variantı olacaq onda cavabımız. Sadəcə biz orada üzəri yaxşı düşməyib, dərəcə kimi götürmüşük. Dərəcə olsaydı təbii ki müsbət idi.
Keçirik 6-cı suala. Bu da bəsit bir sualdır. 105 dərəcəni radiandan pi böl 180-da vurursan, artıq bunlar ixtisar gedəcək. 5-ə ixtisar getsə 36 burada, 5-ə ixtisar getsə 21 burada. Həm 15-ə də bölə bilərdik. 3-ə bölə 7 pi bölünsün 12. Cavab harda var? B variantında 6-cı testdə doğru cavab var. 8-ci suala baxırıq. 7-ci suala. Kosinus kvadratı 7-ci sualda kosinusun kvadratı alfa bərabər 3-də 2. Və sizdən tangensin kvadratı alfanı soruşur cavabda. İndi baxın, 1 plus tangensin kvadratı alfa 1 bölünsün kosinusun kvadratı alfadır. Tangensin qiyməti yoxdur. Kosinusun qiymətini gətirib yerinə yazıram. Kosinusun 1 bölü 3-də 2. Tərsini hesablasam 2-də 3. Kosinus kvadratı alfamız burada nəyə bərabərdir? 2-də 3 çıx 1. Yəni 2-də 1. Doğru cavab harda var? Baxaq bir. Hə, bir dəqiqə. Kosinusun kvadratını verib. Biz onu düzgün yazmadıq. Biz tangensin əvəzinə yazdıq. Orada düzəliş eləyək. 1 plus tangensin kvadratı alfa 1 bölünsün 3-də 2. Bu da bərabər olacaq 2-də 3. Hə, buradan da tangens kvadratı alfa nəyə bərabərdir? 2-də 1-ə. Deməli, tangensimiz 2-də 1-dir. Sadəcə burada variant doğru göstərilməyib. Yoxdur bizim cavab orada. Amma cavabı 2-də 1-dir. Bunun başqa yolu yoxdur. Yolu yoxdur dedim, variant olaraq 2-də 1 götürülməlidir. 8-ci suala baxaq. 8-ci bu 7-ci sualda artıq bildik, problem var bu cavablarda. Deməli, 8-ci sualda yazıb ki, sinusun kvadratı x üstəgəl 2 kosinusun kvadratı x bərabərdir 1,5-dir. Baxın, siz buradan kosinusun birin parçalasını buna versək, burada 1 alırıq biz artıq. Ən azından bunu rahat görə bilirik. Bu 1-dir. Kosinus kvadratı x o zaman bərabərdir 0,5-ə. Sizdən kotangensi istəyir. Kosinus bir yerdə 0,5-dirsə, sinus kvadratı alfa 1 minus 0,5-dir. O da eləyəcək 0,5. Niyə məhz sinusu mən tapıram burada? Çünki 1 plus kotangensin kvadratı x da bərabərdir 1 bölünsün sinus kvadratı alfaya. Yəni 1 plus kotangensin kvadratı alfa bərabərdir 1 böl 0,5-ə. Bu el etdi 2. 2-dən də 1-i çıxanda kotangens kvadratı alfa 1. Yəni doğru cavab olacaq 8-ci sualda D variantı. Davam edək 9 ilə. Biz bilirik ki, əgər bir trigonometrik funksiyanın arqumenti dərəcəsi 360 dərəcədən böyükdürsə, sinus kosinusda dövrünə bölürəm 360-a, tangensi də 180-da dövrünə bölməliyik. İndi mən bunları bir-bir hesablamaq istəyirəm. 1140-dır. 1140-ı bölək 360-a. Deməli, 3 dəfəsi 1080. Neçə qalacaq? 60. Elə? 60. Deməli, bu elə bərabərdir sinus 60-a. Bunu hesabladıq. Davam digərinə. Sonra yazıb ora neçə? Kosinus 1860. Və hətta sinus 60-ın da qiyməti var. Kökdə 3 bölü 2. 1860. 1860-ı bölsəm 360-a. Deməli, 4 dəfə, 5 dəfəsi artıq düşər. 1800 eləyər. Təbii ki, gördüyünüz kimi 60-da qalır. Bu da kosinus 60-dır. Kosinus 60-da da qiymət 2-də 1-dir. Və nəhayət tangensə gələk. Tangens necə funksiyadır? Tək. Tangens mənfini önə çıxarır. Mənfi tangens 1305. Bəs 1305-in içində 360 görək neçə dəfədir? Deməli, 3 dəfəsi 1080-dır. 3 dəfə düşər elə bilirəm. Hə, 1080. 5, 2... Burada deyiləcək 225. Deməli, bu tangens 225-dir. Amma hətta bunun yenə də çevirməyə ehtiyacı var. Mənfi tangens. Bunu da yazaq. 180 üstəgəl 45. Yəni, mənfi, bu eləyəcək tangens 180 plus 45 üçüncü rübdədir. Üçüncü rübdə tangens müsbətdir də. Mənfi tangens 45 deyə bir şey qalacaq. İndi gəl hesabatı yekunlaşdıraq artıq. Birincidə deyir ki, 2-də 1. Üstəgəl 2-də 1. Bu da tangens 45-də 1. Cavab etdi onda 0. Doğru cavab harda var görək. Bircə dəqiqə. Bir dəqiqə. Bunun qiyməti 2-də 1 deyildi. Bir dəqiqə. Bunu nizamlayaq. Hə, biz bunu kök adda 3 bölü 2 almışıq axı. Kök adda 3 bölü 2 minus 2-də 1. Onda belə eləyək. Kök adda 3 bölü 2 plus minus 2-də 1 yazaq. Yəni 2-də kök adda 3 minus 1. Hansı variantda var? Y variantında doğru nəticə var. Deməli, 9-da olduğu Y. 10-da baxaq. 10-da da həmçinin o şəkildədir. Əslində biz axırda tangensi 360-a böldük. Onu düzdür, eyni yerə gəlib çıxacaq. Amma tangensin dövrü
180'dır deyə 180-də bölməliydik. Burada eyni əməliyyatı gəlin aparaq. Mənfi tangens 4 180. Kosinus cüt funksiyadır, elə bu kosinus 660'dır. Sinus təkdir, mənfi sinus 1110. 4 180'dır, 180'də bölsəniz. Deməli, 2 dəfəsi 360. 120 qalıq qalacaq. Bu tangens 120 demək. 660'ı 360'a bölsəniz. Bir dəfə düşəcək, 300 qalıq qalacaq, düzdür? Nəhayətində 1110'u bölsən 360'a. 3 dəfə düşəcək 1080, 30 qalıq qalacaq. Minus sinus 30. O zaman sıra gəldi bunların hesabatına. Burada nədir? Tangens 120 dərəcə nədir? 180 çıx 60. İkinci rübdə mənfidir tangens. Mənfi müsbət tangens 60. Yəni kökdə 3. Daha sonra kosinus 300 dərəcə. 360 çıx 60 yazaram. 360 çıx 60 dördüncü rübdədir. Kosinus müsbətdir. 2'də 1'dir. Sinus 30'da da 2'də 1'dir. Bunlar islah geçsə cavab qalacaq burada da onda A variantı. Davam edək. Növbəti sualla. Deməli, 11-ci sual. Bu da çox sadə sualdır göründüyü kimi. Sadələşdirmədir. Kosinus kvadratı alfa 1 plus sinus alfa. Əslində siz bunu ortaq məxrəc gətirə bilərsiniz. Amma ortaq məxrəc gətirmədən də hesablamaq olar. Bunun yerinə yaza bilərəmmi? 1 minus sinus kvadratı alfa. Və o 1 minus sinus alfanı müxtəsər vurma düsturuna görə atsanız, 1 minus sinus alfa 1 plus sinus alfa. Həmçinin məxrəci köçürək. Və plus sinus alfa yazaq. Bunlar getdi islah. İxtisar qaldı 1 burada artıq. Doğru cavab 1'dir. Variant görünmür. Amma yəqin ki burada 1 yoxdursa bu hansı variant yoxdur? C variantı yoxdur. O səbəbdən ola bilsin ki burada C'də 1'dir. Görünmür sadəcə PDF-də. Yaxşı. Sonra keçirik 12-ci suala. 1 minus sinus kvadratı x. Nəyə bərabərdir 1 minus sinus kvadratı x? Kosinus x-a. Kosinus kvadratı x-a. Kosinus kvadratı x-la məxrəcdəki ixtisar gedərmi? Gedər. Bunlar gedər. Qalar kosinus x böl sinus x. Yəni doğru cavab kotangens x. Cavab B variantı. Davam 13-cü sual. 13-cü sual tərs trigonometriyadır. Biz tərs trigonometrik funksiyalardan nəyin tək, nəyin cüt olduğunu, nəyin heç birinə aid olmadığını bilirik. Nə tək, nə cütə aid olmadığını. Baxın. Arkosinus nə tək, nə cütdür. Arktangens təkdir. Arksinus da təkdir. Amma arksinusa heç ehtiyac olmayacaq. 2'də 1 verib. Arkosinus nə tək, nə cüt olduğu üçün pi minus. Harada alır arkosinus 2'də 1 60 dərəcədə. Yəni pi böl 3'də. Arktangens təkdir. Mənfini önə çıxardır. Tangens mənfi 1'i harada alır? Pi böl 4'də. Sinus 2'də 1'i harada alır? 30 dərəcədə. Pi böl 6'da. İndi hesablayaq. Bundan bunu çıxanda 3'də 2 pi. Çıxılsın pi böl 4. Üstə gəl pi böl 6. Hesablasaq ortaq məxrəc 12. 4, 3, 2. 8'dən 3, 5, 5'in üstə 2, 7. 12'də 7 pi. Doğru cavab A variantı olur 13'də. 14'ə baxaq. Deməli, 14-cü sualda deyir ki, 3 arksinus mənfi 2'də 1. Üstə gəl ark kotangens mənfi kök altda 3. Üstə gəl ark kosinus mənfi 1. Baxın, arksinus tək funksiyadır. Mənfini önə çıxardır. 2'də 1'i sinus harada alır? 30'da. Pi böl 6. Ark kotangens burada artıq nə tək, nə cütdür? Pi minus kotangens bunu alır 30 dərəcədə. Yəni pi böl 6'da. Ark kosinus mənfi 1 isə alır pi'də. Deməli, bu eləyəcək mənfi pi böl 2. Üstə gəl 6'da 5 pi. Üstə gəl pi. Yəni siz pi böl 2'dən üstünə gələcəksiniz 5 pi böl 6'nı. Bu da 6'da 8 pi. Biraz da ixtisar aparsaq 3'də 4 pi. 3'də 4 pi doğru cavab C variantında var. Deməli, keçdik dövrə. Funksiyanın ən kiçik müsbət dövrünü, yəni sizdən soruşur ki, funksiyanın əsas dövrünü tapın. Sual nömrə 15. Fx bərabərdir 4 sinus 2x
plus 1 minus 6. Dövr bərabərdir, t bərabərdir. 2 pi bölünsün 2. K'mız 2'dir. Əsas dövrü də sinusun 2 pi'dir. Deməli 2 pi'ni 2'yə böləndə dövrü pi C variantı olacaq. Gəldik 16-cı suala. Baxın, modul funksiyalarda biz sinus olsaydı dövrünə 2 pi deyirik əslində. Lakin modul funksiyalarda bu nə anlama gəlir? Sinusun təxmini 0,2 pi parçasında qrafiki hardasa belədir. Əgər bir modul varsa burada, sinus modula atılmışsa, bunun qrafikində bir dəyişiklik olacaq. Bax, bu hissə aşağı, apsis oxunan aşağıda yerləşən hissə yuxarıya köçəcək. Və bunun dövrü daha da, belə deyək, hansı ki 2 pi artıq pi'yə düşəcək. Niyə? Baxın, bura pi nöqtəsidir, bura 2 pi. Artıq pi'dən bir qrafik eyni formada təkrarlanmağa başlayacaq. Ona görə moduldadırsa dövrü yarısına bərabərdir, yəni pi'yə. Yəni 2 pi'ni yarıya böləcəksiniz. Cavab 16-da B variantı olmalıdır. Sonraki suala baxaq. Sonraki sual ədədləri müqayisə edin deyir. A verilib bizə kosinus 176 dərəcə. B verilib kosinus 285 dərəcə. C verilib tangens 195 dərəcə. 76 dərəcə və 280. Bunların gəlin əvvəl işarələrin təyin edək. Görək bu nəyə bərabərdir. Əslində bunu belə də yaza bilərsiniz. Kosinus birinci rübün bucağı etsəniz daha gözəl olar. Kosinus 270 üstə gəlinsin 15 kimi yazın. Üçüncü rüb, dördüncü rübdə də bu kosinus 15'dir. Məsələn, bizim artıq bu işimiz düzəlir ki, A ilə B-ni rahat müqayisə edə bilərik. Sonra tangensə gələk. Tangensdə yazın. 180 üstə gəl 15. Bu da olsun nə? Bu da olacaq tangens, deməli 180-dən üstə 15 gələndə düşür 3-cü rübə, 3-cü rübdə tangens 15'dir. Deməli bizim qarşımızda hədəfimiz nədir? Biz tangensi, kosinusu və kosinus 15 və kosinus 76-nı müqayisə etməliyik artıq 17-ci sualda. Deməli, baxın, bizim məqsədimiz əslində bunları birinci rübə gətirmək idi. Birinci rübdə kosinus necə funksiyadır? Hansı ki, kosinus birinci rübdə azalan funksiyadır. Ona görə rahatlıqla deyə bilərsiniz ki, B A-dan böyükdür birinci rübdə. Bəs tangensdən mən B-ni necə müqayisə edeyim? Birinci rüblərdə hər zaman tangens sinusdan, kosinusdan böyük olur. Səbəb nədir? Baxın, təsəvvür edin ki, vahid çevrədir. Y-x oxudur. Siz 15 dərəcəli bucaq qeyd edibsiniz. 15 dərəcəli bucağın kosinusu hardadır? Bax, 15 dərəcəli bucağın kosinusu bura, bu hissədir. İndi bəs yaxşı, biz 15 dərəcəli bucağın hansı ki tangensini necə təsvir edərik? Baxın, bunu tangens xəttini çəkib aydınlaşdırmaq olar. Tangens xətti nədir? X bərabərdir 1-dən. Belə bir xətt çəkirik. Bunu balaca daha kiçik ölçüdə çəkək. Baxın, belə bir xətt. Və bu 15 dərəcənin uzantısını bununla birləşdirirəm. İndi mən burada nəyi müqayisə etməliyəm? Təbii ki, bax bu hissədəki tangens 15 dərəcənin qiymətini. Çünki bu nöqtənin koordinatı elə bil 1 tangens 15 dərəcədir hansı ki. Bu, indi buradan, baxın, bu hissə ilə onu müqayisə edirik. Təbii ki, bu hissə ilə digəri müqayisə etdikdə, əlbəttə ki, tangens 15 böyük olacaq. Yəni, bunu vahid çevrə də çəkib görmək olar. Amma belə bir sözlə deyə bilərik ki, birinci rübdə hər zaman tangens kosinusdan və sinusdan böyük olur. Yəni, cavab D variantı olacaq. Davam edək. 18-ci sualda nə verib? Müqayisə, ədədləri yenə də müqayisə edin. Yenə də eyni yolla müqayisə edirik. A sinus 43 dərəcə. B kosinus 48 dərəcə. Kosinus 48-i gəlin ilk öncə sinusa gətirək. Bunu yaza bilərəm 90 çıxılsın. Deməli 2, 42. Yəni bu sinus 42 deməkdir. Çünki eyni funksiyaya gətirsək və eyni rübə biz daha rahat müqayisə edərik. 139 dərəcəni isə yazaq sinus 180 çıxılsın nə kimi? Deməli 1, 4, 41 dərəcə. Bu da eləyəcək sinus 41. Birinci rübdə sinus artan funksiyadır. Sinus artan funksiyadırsa, hansının arqumenti daha böyüksə o da böyükdür. Deməli, ən böyüyü A-dır, sonraki böyük B-dir və ən nəhayətində kiçiyi də C-dir. A böyük, B böyük, C deyə bir cavabımız harada var? 18-də B bəndində doğru cavab var. Keçirik 19-cu suala.
Deməli 19-cu sualda verilənləri deyir hesablayın. Sinus 2 pi bölü 3. 2 pi bölü 3 120 dərəcə. 5 pi bölü 3 300 dərəcə. Tangens 11 pi bölü 6 isə minus kotangens daha doğrusu 330 dərəcə. Deməli 120 dərəcə 180 çıxartmış. 330 dərəcəni 360 çıxartmış. Və ən nəhayətində 330 dərəcəni də yazarıq 360 çıx 30. O zaman 180 çıxartmışın cavabı sinus 60 verir bizə. O da kök altı 3 bölü 2. Kosinus 60 4-cü rübdədir, müsbətdir 2-də 1. Kotangens 4-cü rübdə mənfidir deyə bura müsbət, kotangens 30. Ad dəyişmir. Sinus 60-da kökdə 3 bölü 2, 2-də 1, 1 plus kotangens 30-da alır kök altı 3. Yuxarıda eləyəcək 2-də kök altı 3 plus 1. Aşağıda da zaten o şəkildə bir ifadədir. İxtisar gedər, cavab qalar 2-də 1. C variantı olar doğru cavab. Daha sonra tangens alfa beraber kök altı 3. Pi alfa 3 pi bölü 2. Deməli kosinus pi bölü 2 minus alfa. Pi bölü 2 minus alfa elə zaten sinus alfa deməkdir. Deməli siz sinus alfanı axtarırsınız tangensi olan bir yerdə. Amma rüb haradır? 180 ilə 270 arası, yəni 3-cü rübdür. Bunu əslində kiçildib hansısa bir belə deyək, alfa hal-hazırda 3-cü rüb bucağıdır. Tangensi yazmaq olar 3-cü rübdən əgər biz daha kiçik bucağa gətirmək istəyiriksə, yəni düz bucaqlı 3 bucaq metodundan həll etmək olar. Amma alfanı kiçildək. Tutaq ki, alfa 3-cü rübdə 180 dərəcə və 270 dərəcə arasında bir bucaqdır. Bunu kiçiltsək, tutaq ki, bir beta bucağına gətirdik. Tangens betamızın qiyməti 3-cü rübdə tangensimizin qiyməti müsbətdir. Belə yazıb düzbucaqlı 3 bucaqla ifadə etmək olar. Çünki siz axı alfa bucağı 270 ilə 180 arasında bir bucaqdırsa, siz onu birbaşa düzbucaqlı 3 bucaq üzərində necə alfa qeyd edə bilərsiniz? Yəni bu da var. Amma kiçildib dərəcə ölçüsünü yazmaq olar, yəni çevirməni. Amma gəlin belə həll edək. Tanci 1 plus tangensin kvadratı alfa ilə həll eləsəz ona ehtiyac olmayacaq. Bu bərabərdir 1 böl kosinus kvadratı alfaya və beləliklə nə olacaq? Tangensin yerinə kök altı 4 bərabərdir 1 böl kosinus kvadratı alfa. Kosinus alfa bərabərdir 2-də 1 eləyir oradan görüntü. 2-də 1 kosinus da 3-cü rübdə mənfi deyil, mənfi 2-də 1. İndi sənə nə lazımdır? Sinus. Sinusun kvadratı alfa bərabər 1 çıx 4-də 1. Bu da eləyəcək 4-də kök altı 4-də 3. Bu da mənfi sinus o rübdə mənfidir. Mənfi kökdə 3 böl 2. Cavab mənfi kökdə 3 böl 2 D variantı. Amma yenə də deyirəm, düzbucaqlı 3 bucaq qaydasından həll etmək istəyən elə həll eləyə bilər. Lakin argumenti orada kimsə birbaşa argumenti olaraq alfa yazırsa, bunu düzgün yazmır. Sinus 5 vur kosinus 2. Kosinus 2. Tangens 4 vur sinus 3. Və kosinus 5 dərəcə. Kosinus 5 dərəcə vur sinus 130 dərəcə. Gəlin buna baxaq. Sonra da yazıb tangens 13 pi bölünsün 3 vur kotangens 11 pi böl 5. Burada da sinus 6 vur kosinus 6. Nə istəyir? Hansının qiyməti mənfidir? Baxın. 5 dərəcəni təxmini radiana çevirsəz 57-yə vursaz 285 eləyər dərəcə ilə. 2 də 57-yə vuranda 114 dərəcə. 285 dərəcəmiz 4-cü rübdədir. 4-də sinus mənfidir. 114 dərəcə 2-ci rübdədir. Mənfidir, mənfini mənfiyə vuranda bu ifadə müsbət. 4-də 57-yə vuranda 228 eləyəcək. 228 gedir düşür 3-cü rübdə tangens müsbətdir. 3-ə 57-yə vuranda isə eləyəcək deməli 171 təxmini. 171 dərəcə isə 2-ci rübdədə müsbətdir. Deməli, baxın, tangens 228 dərəcə, düşdü 4-cü rübə, 3-cü rübə müsbətdir, bu da müsbətdir. Deməli, 0-dan böyük olacaq. Kosinus 5 müsbət, sinus 130 müsbət, bu da müsbət eləyəcək. Bizdən hələ mənfini soruşur. Deməli, müsbət burada 6 təxminən nə qədər eləyir? 6-nı 57-yə vuranda 342. 342 dərəcədə biri müsbət, biri mənfi alacaq. Bu mənfi eləyəcək. 13 pi bölü 3-ə baxaq. Deməli, 13 pi bölü 3 tangensi necə yaza bilərik? Tangens hansı ki
13'ü 3'ə bölsək neçə dəfə düşəcək? 3 dəfə. 3 pi plus deməli, daha doğrusu 4 pi. 4 dənə pi plus pi böl 3. Deməli, bu pi böl 3-ə bərabərdir, müsbətdir. Diğer tərəfdə 11 pi böl 5, 2 pi üstə gəl, pi böl 5 deyə bir cavab olur. Bu da pi böl 5 eləyəcək. Bunların ikisi də müsbət eləyəcək. Burada deməli bircə dənə mənfi var, o da axırıncıdır. Yəni doğru cavab B variantı olmalıdır. Davam edək. Deməli, kotangens verib alfa mənfi 4/3, hansı ki, neçənci sual? 22-ci sualdır. Alfanız nə ilə nə arasındadır? 90 dərəcə ilə 180 dərəcə arasında və kosinus alfanı soruşur məndən. Kosinus alfanı necə tapa bilərik? Kosinus alfanı tapmaq üçün biz 1 plus sinus kvadratı alfa bərabər 1 bölünsün kotangens kvadratı alfadan istifadə edə bilərik. İstəyirsiniz, gəlin elə də düsturla yazaq. 1 plus bunun kvadratı, yəni 16'da 9 bərabərdir 1 bölünsün sinus kvadratı alfa. Bu verəcək bizə 16'da 25. Təbii ki, mən sinusu tapmaq istəyirəmsə tərsinə çevirməliyəm. Və sinus kvadratı alfa bərabər olacaq 25'də 16. Hələ rübəyə ehtiyac yoxdur, çünki mən kosinusu axtarıram. Kosinus kvadratı alfa da bərabər 1 çıx sinusun kvadratı alfa, yəni 25'də 16. Qısası buradan çıxar 25'də 9 və kosinus alfa qiymətini çıxardacaq plus minus 5'də 3. Amma rüb hardadır? 90 ilə 180'dadır ikinci rüb. İkinci rübdə kosinus mənfidir deyə mənfi 5'də 3 götürəcəksiniz. 22'də olacaq A variantı. Davam eləyək 23-cü sualla. Gəlin baxaq 23'də necə eləyə bilərsiniz. Deməli yazır ki 3 plus tangensin kvadratı x, 2 kosinusun kvadratı x üstə gəlinsin 1. Müxtəlif yolla gedə bilərsiniz. Ortaq məxrəcə gətirə bilərsiniz, surət məxrəcə bölə bilərsiniz. Amma belə düşünək gəlin. Bu 2 plus 1 plus tangens kvadratı alfa yazılsa, bu 1 plus tangens kvadratı alfa zaten 1 bölünsün kosinus kvadratı alfadır. Məxrəcdə də artıq görürsünüz təxmini ki, buradan nə alınacaq bilirik. 1 bölünsün kosinus kvadratı alfanın surətdən mötərəzi xaricinə çıxarın. Qalacaq nə? 2 kosinus kvadratı alfa plus 1. Məxrəcdə də eyni ifadə var. Bunlar ixtisar gedəcək. Testin cavabı qalacaq 1 böl kosinus kvadratı x. 1 böl kosinus kvadratı x-i nə ilə əvəz etmək olar? Baxaq buradan. 1 plus tangens kvadratı ilə əvəz etmək olar. Deməli, doğru cavab C variantı 23'də olmalıdır. Davam edək 24-cü sualla. Deməli, 24-cü sualda nə deyir bizə baxaq. Verib ki, 4 bölünsün sinusun kvadratı x çıx 4. Vur tangensin kvadratı. Tangens əslində nədir? Sinus bölünsün kosinusdur. İndi bunu vurub aça da bilərsiniz. 4 bölünsün, baxın 4'ü çıxardın. Qalsın 1 bölünsün sinus kvadratı x minus 1. Vur tangens kvadratı x. Əslində qalanda 1 bölünsün sinus kvadratı x 1 plus kotangens kvadratı x deməkdir. Yazsaq mənfi birlər getsə qalacaq 4 vurulsun kotangens kvadratı x vur tangens kvadratı x. Bu da eləyəcək doğru cavab 4. Yəni cavab D variantı. Baxaq 25-ci suala. 25-ci sual da asan sual tipidir. Burada məlum məsələdir. Əgər sizə sinus alfa, kosinus alfanın cəmini veribsə, sinus alfa üstə gəl kosinus alfa 1/2-dirsə, sinus alfa vur kosinus alfa nəyə bərabərdir? Gəlin onu tapaq. Bunu kvadrata yüksətsəniz həll olacaq məsələ. Olacaq nə? Sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa plus 2 sinus alfa kosinus alfa və bərabərdir bu 1/44'də. Bunun cavabı 1'dir. 2 sinus alfa kosinus alfa bərabərdir. 1/44'dən 1 çıxanda 0/44. 2'yə də böləndə sinus alfa vur kosinus alfa 0/22. Deməli, bizim doğru cavab olacaq orada 25'də B variantı. Daha sonra 26-cı suala baxalım. 26-cı sualda verib ki, tangensi, kotangensi yenə həmçinin eyni metoddur da bunların hamısında. Tangens alfanı kotangens alfa ilə toplayanda bizə verir 4.
Deməli, bunu kvadrata yüksəldərəm mən. Tangensin kvadratı alfa, topla kotangensin kvadratı alfa. Topla 2 olacaq, çünki orada hasil 1 eləyir artıq. Bu da 16. O zaman tangens kvadratı alfa ilə kotangens kvadratı alfanın cəmi verir 14. Siz nə axtarırsınız cavab olaraq? Tangensin kvadratına alfa plus kotangensin kvadratı alfa çıx 5-i. 14 çıx 5, bu da verir bizə 9. Olacaq cavab C variantı 26-da. Keçdi 27-ci suala. 27-ci sualda isə yazıb ki, tangens alfa minus kotangens alfa. Bunu gəlin köməkçi müxtəsər vurma düsturundan həll eləyək. Elə bilin ki, tangens alfanın kubu, bir dəqiqə, kubu alfa minus kotangens kubu alfa. Bu bərabər olacaq tangens alfa minus kotangens alfanın kubu plus 3 vurulsun tangens alfa vur kotangens alfa. O da vurulsun təzdən bir də tangens alfa minus kotangens alfa. Gəlin bunu həll edək. Tangens alfa minus kotangens alfa 2-dir. 2-nin kubu minus. Axı bunun cavabı elə 1-ə bərabərdir. 3 plus 3 vur 1. Vur. Bunun cavabı yenə 2-dir. 8 üstə 6. Sualın cavabı 14. Yəni bununla daha tez başa gəlir. Davam edirək. Sualı baxaq 28-də. 28-də sinus verilən bir misalda tangensin cavabını istəyir bizdən. Deməli, sinus x bərabər a-dır. Sizdən soruşur ki, tangens x-in qiymətini tapın. A ilə ifadə edin. Nə etmək olar? Biz əvvəl kosinusu gəlin tapaq. Kosinus bərabərdir kökün altda 1 minus a kvadratına. Amma təbii ki, burada plus minus deyə cavab olmalıdır. Çünki biz bilmirik kosinusun işarəsi nədir. Tangens x da bərabərdir sinusun kosinusa nisbəti. O zaman plus minus a bölünsün kök altında 1 minus a kvadratı. Yəni doğru cavab C variantı. 28 29-a baxaq. 29-da deyir ki, tangens alfanı bizə verib, tangens alfa mənfi 3-dür. Olur burada 4 sinus alfa minus 5 kosinus alfa 2 sinus alfa plus kosinus alfa. Tangens nəyə nisbətidir? Sinusun kosinusa. Deməli, siz hər tərəfin bunun misalını bölün. Kosinus alfanı sıfırdan fərqli götürüb ona. Bölsək sıfırdan fərqli qiymətdən kosinusa olacaq 4 dənə tangens alfa minus 5, 2 dənə tangens alfa plus 1. Və tangens alfaları mənfi 3 yazsam, 4 vur mənfi 3 çıx 5, 2 vur mənfi 3 üstə gəl 1. Beləliklə mənfi 12, mənfi 17, mənfi 5. Mənfi 17 böl mənfi 5, hansı ki 3.4 A bəndi olur doğru cavab. Baxaq 30-cu suala. Otuzuncu sualda isə tərsinə kotangens alfanı verib 2. İndi sizdən burada verdiyi ifadəyə baxaq. 3 sinusun kvadratı alfa, kosinus alfa, plus 2 sinus kubu alfa, bölünsün sinus alfa, kosinus kvadrat, minus 4 kosinus. Burada yenə də kotangensin məxrəcinə baxın. Kotangensin məxrəci sinusdur. Deməli, siz burada hər tərəfin sinusa bölün. Lakin sinusun neçənci dərəcəsinə? Sinusun kubu alfaya bölün. Hər tərəfin sinus kubu alfaya bölsəniz, burada alınacaq 3 kotangens alfa. Digərində 2. Bunu bölsəniz, təsəvvür edin, bunu sinus kubu alfaya bölsəm, sinusun biri gedəcək, kotangensin kvadratı alfa qalacaq, minus. Bunu da buna böləndə 4. Sinus kubuna böləndə kotangensin kubu alfa. Baxın, kotangens alfanın özü neçədir? 2. 3 vur 2 plus 2. 2-nin kvadratı 4. 4 vurulsun 2-nin kubu nə qədər? 8. 6 üstə 2 yuxarı elədi 8 surət. Məxrəc də eləyəcək ki 4 minus 32 mənfi 28. İxtisar da gedə bilər 2-yə 4-ə. Mənfi 7-də 2 deyə cavab çıxar. O da hansı ki D variantında doğru cavab var. Gəldik 31-ci suala. Deməli 31-ci sualda 6x kvadrat minus ax plus 4 tənliyinin, baxın, bu tənliyin kökləri cəmi müsbət a böl 4-dür. Kök hasil isə 4 böl 6, yəni 2 böl 3-dür. İndi deyək, kökünün biri sinusdur, biri kosinusdur. Sinus x plus kosinus alfa, daha doğrusu 4-də 3, 4-də a-dır. Və sinus alfa vur kosinus alfa nədir? 3-də 2-dir.
Bizə buradan A-nı tapmaq tələb edilir. Gəlin yuxarını kvadrata yüksəldim. Olacaq nə? Sinus kvadratı alfa, topla kosinus kvadratı alfa. O 1 verirmi? Verir. Ortada qaldı 2 sinus alfa, kosinus alfa. O da bərabərdir A kvadratı böl 16. Bunun da yerinə 3-də 2 yazsaq, 1 plus 3-də 4 bərabər A kvadratı böl 16. 3-də 7, A kvadratı böl 16 bərabər 3-də 7-yə. A kvadratımız onda bərabər olacaq nəyə? 16 vur 7 böl 3'ə, o hardasa eləyəcək 70, 42, 112 böl 3. Elə bilirəm, bu şəkildə. İndi bizdən nə istəyir? Kök alaq bundan, hər tərəfindən. Kök alsaq görək doğru cavabı tapa bilirikmi? Bir yerdə xətamız olub, 4 yazmışıq, düzdür. Biz bunu 6 yazmalıydıq böləndə. Onda burada 36, burada 36, burada 36 deyirəm. Buradan təxmini artıq görünür ki, kök bölünməyən ədədsə kökü də çıxmayacaq. Amma elə bilirəm buradan alınacaq. A kvadratı bərabər olacaq 36 ilə 3 getsə 12, 84. A-nın özü də 2 kökdə 21 eləyəcək o zaman. A-nı soruşurdu bizdən, o da B variantında var.